Değerli dostlar, deməli bir yaramazın biri, ünsürün biri çıxır aylarla azlıqlara qarşı, ölkəmizdə yaşayan azlıqlara qarşı konkret olaraq deyəcəm bunu, talışlara qarşı ağzına gələni danışır. Sosial şəbəkələrə çıxır, ağzına gələn söyüş, təhqirəramiz, çox üzr istəyirəm dəyərli izləyicilərdən, murdar danışır talışların ünvanına və adama bir Allahın qulu dur demir. Hüquq mühafizə orqanları səssiz qalır. Səssiz qalandan sonra adam yenə təkrar aylarla yenə başlayır talışları təhqir eləməyə, söyməyə və Lerik rayonunun Ləman kəndindən Rızayev Şücayət bu adamı aparır, cəzalandırır. Rızayev Şücayəti biz təqdir eləmirik. Amma Rızayev Şücayəti bir talış olaraq bu işə məcbur edən nə idi? Ona birlikdə baxaq, görək bu yaramaz talışların ünvanına nə deyir? Sonra mən fikrimi bildirəcəm, dəyərli dostlar. Mərifətsiz talışlar. Nə qeyrətiniz var, nə vicdanınız var, nə namusunuz var. Neyiniz var sizin ay talışlar? Deməli, bu yaramaz, bu əxlaqsız insan Azərbaycanda yaşayan azlıqlar ki var, talışlardır, avardır, ləzgilərdir və s. Bunun hamısı bizimdir. Talış da bizimdir, ləzgi də bizimdir, avar da bizimdir, digər azlıqlar hamısı bizimdir. Biz 2020-ci ildə Birləşdik Ölkə Prezidentinin dediyi həmən o dəmir yumruğu təşkil elədik. İndi sən kimsən? Kim bunun arxasında durub bu adama talışların ünvanına söyüşlər söydürür? 18 aydır istintaq davam edir. 18 aydır. İbtidai istintaq, Dalicatda məhkəmə istintaqı davam edir. Nəyi araşdırdılar? Hansı məsələ araşdırılıb? Kimdir bu adamı söydürən? Kimin göstərişi ilə bu adam söyür? Və ailə dramı yaşanır bu günlər Rızayevlər ailəsinə. 4 nəfərdən ibarət ailədir. 2 övlad, bir ata, bir həyat yoldaşı. Rızayev Şücayətin həyat yoldaşı bugün onkoloji xəstəlikdən əziyyət çəkir. Övladı Rızayev Kamran bugün Bakı İstintaq Təcridxanasındadır. Vətən müharibəsi iştirakçısıdır. Adam hadisə zamanı hadisədə olmayıb, iştirak eləməyib. Adam bir ildən artıqdır ki, Bakı İstintaq Təcridxanasındadır. Rızayev Şücayət Bakı İstintaq Təcridxanasında can verir. O qədər döyüblər, için salatın dağıdıblar. Daxili orqanlarını zədələyiblər. Həyatını qaraldıblar Rızayevlər ailəsini. 11 nəfər dəyərli izləyicilər, 11 nəfər bir yaramaza görə, bu yaramazı görürsünüz, bir yaramaza görə bugün həbsdədirlər. Mən həbsdə olanda bu hadisəni eşitmişdim. İndi gəlib dinləmişəm onun o sosial şəbəkələrdə olan danışıqlarını, dəhşətə gəlmişəm. Nə araşdırıb bu istintaq 18 ayda? Hansı məsələni araşdırdı? Nəyi çıxartdı? Nəyi qoydu ortalığa? Ümumiyyətlə bu istintaq bu 18 ayda niyə davam eləməlidir? Kimi araşdırırlar, qardaş? Mən xahiş edirəm. Hüquq mühafizə orqanlarından, ölkənin baş prokurorundan, ölkənin Daxili İşlər Nazirliyindən bu məsələni təkrar ciddi şəkildə araşdırılsın. Kimdir bu ünsürə, bu talışları söylədən? Ölkədə ümumiyyətlə bu siyasi sabitliyi pozmaq istəyənlər kimdir? Kimlərdir ki, bu ölkədə ayrı-seçkilik yaradırlar? Nifrət, kin hissi yaradırlar insanlar arasında. Qardaş, biz bütöv bir Azərbaycanıq. Bunu dəfələrlə ölkənin rəhbərliyi də deyib. Biz bunu görmüşük, qardaş. Biz bütöv bir Azərbaycanıq. Heç kim talışı, heç kim ləzgini, heç kim avarı, heç kim digər azlıqlar, yaşayan azlıqları təhqir eləyə bilməz, söyə bilməz. Olmaz. Bu məsələyə dur demək lazımdır və bu yaramaz, bu ünsürə görə, bu 11 nəfər ki, saxlanılıb, hal-hazırda İstintaq Təcridxanasındadır, bunların hər birindən ciddi şəkildə maraqlanmaq lazımdır, araşdırmaq lazımdır. Adamlar var, orada hadisə baş verən vaxtda orada olmayıb. Mən bir daha buradan vurğulayıram ki, bu məsələni biz təqdir eləmirik. Amma ədalətli araşdırma aparılmalıdır. Adamı aparıb döyüblərsə, adam döyülməyə görə dindirilməlidir. Belə, dəyərli izləyicilər,
Sağ olun, sağlıqla qalın. Videomuzu bəyənib səhifəyə takib atmağı unutmayın.